Müharibə əlillərinin sosial rifahını yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir. Növbəti tədbir kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 100 nəfər müharibə əlilinə minik avtomobilləri təqdim olunub. Prezident İlham Əliyevin məlum sərəncamına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin əvvəlinədək növbəyə dayanan böyük vətən müharibəsi əlilli və onlara bərabər tutulan şəxslərdən artıq 520 nəfəri dövlət hesabından mini avtomobillə təmin olunub. Bugün isə bu qəbuldan olan daha 100 nəfərə Nazlifan markalı mini avtomobilləri paylanılır. Bu fikirlər böyük vətən müharibəsi və onlara bərabər tutulan əlillərə Nazlifan markalı mini avtomobillərin açıq və sənədlərinin təqdim olunması mərasimində səsləndi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İlqar Rəhimov bildirdi ki, həmin şəxslərdən 38 nəfəri böyük vətən müharibəsi əlilli, 42 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlilli olan, 20 nəfər isə Çernobil əlillidir. Qeyd olundu ki, 2014-cü ilədək növbədə dayanan böyük vətən müharibəsi əlilli və onlara bərabər tutan şəxslərdən bugün verilən avtomobillər də daxil olmaqla artıq 523 nəfərin avtomobillə təminatı həyata keçirilib və belə şəxslərin avtomobillə tam təminatını gələn ay başa çatdırılması planlaşdırılır. Çıxış edən böyük vətən müharibəsi əlilləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Mən sevincindəyim. Allah prezidentimizə kömək olsun. Prezidentimiz gözəl bizə qayğı göstərdi. Bizim bu günümüzdəki bizə belə hörmət göstərdi. Biz üçün böyük bir hörmətdir. Allah onu saxlasın. Bizim prezidentə öz təşəkkürümü bildirirəm. Bizi yaddan çıxartmır. Həmişə yadda saxlayır. Sonra əlillərə maşınların açarları təqdim edildi. Onu da deyək ki, mini avtomobili ilə təmin olunmaq üçün növbəyə dayanan əlilliyi olan şəxslərin siyahıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında Fəaliyyət və Xidmətlər bölümünün avtomobillərlə təminat alt bölümündə ictimaiyyətə təqdim olunur. Avtomobillərin verilməsi həmin siyahılar əsasında, yəni növbəli prinsip üzrə həyata keçirilir. Tural Qurbanov,